Salam aleyküm hər kəsə. Bugünkü səfərim Qarabağ oldu. İlk öncə Ağdam Cümə məscidini ziyarət elədim. Sonra Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ağdam rayonu Şəhidlər Xiyabanı. Burada Ağdam rayonunun kəndləri dağılmış evlərdir. Tez bir zamanda hamısı bərpa olacaq. Hər kəs öz doğma torpağını qorumaya qayıdacaq. Əsgəran qalasına biz dönüşdə dayanacağıq və ekskursiyamız qayıdışda burada olacaq. Ancaq maşınla video çəkmək oldu. Şuraya gəldik. Şurada dağılmış evlərdir. Bunlar da tez bir zamanda Allah'ın izniyle bərpa olacaq. Molla Pənah Vaqif məqbərəsi həqiqətən Şuşa çox möhtəşəmdir. Molla Pənah Vaqif məqbərəsini ziyarət eləmək, ümumən bütün Şuşanı, Qarabağı ən azı insan həyatına bir dəfə gedib o gözəl yerləri görməlidir. Çox möhtəşəm aurası var. Cıdır düzü, Şuşanın cıdır düzü çox gözəl mənzərəli. Bu daşın üstündə heç durmaq istəmirdim. Həqiqətən yəni imkanım var. Saatlarla oturub o mənzərəni izləyərəm. Burada şəhidlərimizin qanı bahasına bu həqiqətən möhtəşəmdir. Burada sağlıqla baş-başa bıraxıram. Çox möhtəşəmdir həqiqətən. Şurada hamı cıdır düzündə sazla oynayır, oxuyur, yallı gedir, möhtəşəmdir. Burada Göbləğa məscididir. Sonra İsa bulağı həqiqətən möhtəşəm ab-hava var. İsa bulağının, yəni bu həmin İsa bulağı olan yerlərdir. Doymur adam. Konkret elə bir hansı bir Avropa ölkəsidir. Güllələnmiş heykəllər, Üzeyir Hacıbəyli, Xuşudbanu Natəvan, ondan sonra Bülbül. Bunlar ermənilər tərəfindən güllələnmiş Xankəndi yerləşən Qarabağ Universiteti. Burada artıq 2000-dən çox tələbə təhsil alır və ermənilərdən qalan Nənə Baba heykəli.